Salam, bugün ləziz, çiyələkli kəsməkli piroq hazırlayırıq. Gəlin başlayaq. Ərzaqları postun altında qeyd edəcəm. Kərə yağı və unu əlimizdə yaxşıca qarışdırırıq. Yumurta, xamma, şəkər tozu, vanil və qabartma tozunu da əlavə edib, xəmiri yaxşıca yoğururuq. Ələ yapışmayan xəmirimizi 30 dəqiqə buzluqda dincəlməyə buraxaq. İçilikdə isə əsas məsələ keyfiyyətli kəsmik seçməkdədir. Mən 2 ədəd 200 qramlıq çox yağlı olmayan kəsmikdən istifadə etdim. Ərzaqları qarışdırıb blenderdan keçirdikdən sonra istədiyiniz meyvələri qarışdırıb arası üçün əlavə edə bilərsiniz. Mən çiyələk və ağ kişmişdən istifadə etdim. Hazırladığımız xəmiri və yarım saat buzluqda gözlətdiyimiz xəmirdən bir hissədə üzəri üçün əlavə edib 180 dərəcədə bişməyə buraxırıq. Və bu qədər sadə piroqumuz artıq hazırdır. Mən üzəri üçün pudra şəkərindən istifadə etdim və servis etdim.